Hepinizi salamlayıram, değerli dostlar, həmkarlar, qonaqlar. Mən düşünürəm ki, burada heç kəs qonaq deyil, hamı sahibidir. Bugün biz Nur Ocağı Ədəbi Məclisinin növbəti tədbirinə yığışmışıq və bu tədbir Aslan Şirəlioğlu'nun xatirəsinə həsr olunmuş anım tədbiridir. Mən Aslan bəy haqqında qısaca məlumat verim. Aslan Şirəlioğlu 1961-ci il noyabr ayının 15-də Şəmkir rayonunun Qasımalılar kəndində dünyaya göz açıb və orta təhsilini də öz doğma elində, obasında alıb. Sonradan isə Politexnik Universitetinin deməli, qəbul olub və orada ali təhsilini tamamlayıb və bizim məclisimizin üzvü Qulu müəllimin tələbə yoldaşıdır. Onu da indi bilməyənlər üçün məlumat olaraq deyirəm. Aslan müəllim müxtəlif sahələrdə çalışıb və son ömrünün müəyyən bir hissəsini Rusiya Federasiyasının Udmurtiya Respublikasının İjevsk şəhərində deməli, ömrünün son illərini orada yaşayır və onun ədəbiyyata olan marağı, Allah Taala tərəfindən ona verilən mükəmməl istedad, onu mükəmməl şeirlərin, gözəl şeirlərin yazarına, şairinə çevirir. Aslan müəllim yaradıcı insan idi, söz adamıydı, sözün həqiqi mənasında söz adamıydı. O qəlbində ömrü boyu vətən həsrətini daşıyan, nümunəvi bir vətəndaş idi, vətən sevdalısıydı. Aslan müəllim hara gedirdisə, orada özü ilə bərabər gözəl duyğuları, saf hissləri, vətənə bağlılığı, qürbət həsrətini, nakam sevginin pıçıltılarını, duyğularını daşıyırdı. Aslan müəllim harada var idisə, orada söz var idi, orada duyğu var idi, orada sağlam düşüncə var idi. Bu baxımdan o özünün sağlığında özünə sanki bir abidə qoymuş bir söz adamlarındandır. Və Aslan müəllimi bugün biz xatırlayırıq və məclisimizdə onun xatirəsi dünəndə yad olundu. Biz onun şeirlərinə müraciət elədik, biz onun duyğu dünyasından müəyyən məqamları məclis üzvlərinə çatdırdıq və bugün də biz bugünkü tədbirimizi ona həsr eləmişik. Aslan Şirəlioğlu vətən sevdalısıydı. Vətən səni ürəyimə qoymuşam, xəlifəni gözlərimə döymüşəm. Bu iki misra bu insanın vətənə qarşı olan sevgisini, duyğusunu, hissini məncə tam aşkar edir. Və bugün mən Aslan Şirəlioğlu'na həsr elədiyim bir şeirimi qiraət edəcəm və sonra da iki şeiri də qiraət edib fikrimi tamamlamaq istəyirəm. Deməli, Aslan müəllim dünyasını dəyişəndən sonra Nur Ocağı Ədəbi Məclisində bir çox şairlər onun deməli, ona şeirlər həsr elədilər. Yəni onun itkisi ilə barışmayan, onun ağrısını, acısını daim öz üzərində hiss edən insanlar qələm aldılar və onun ruhuna şeirlər yazdılar. Və mənim də 3 misralıq belə bir şeirim var. Bir şair köçdü dünyadan. Hərdən kövrək, hərdən çılğın, sözü ötkün, özü yorğun, çöhrəsində həyat solğun bir şair köçdü dünyadan. Deyəsi çox sözü vardı, dünya ona sanki dardı, hey vətəni arzulardı, bir şair köçdü dünyadan. Gəlin ona rəhmət deyək, sustu artıq coşan ürək, bəzən çox sərt, bəzən kövrək, bir şair köçdü dünyadan. Allah rəhmət eləsin. Mən bugün özümə borc bilirəm ki, Aslan müəllimin çox-çox yaxın dostu olan Cümşid müəllimin də şeirini burada qiraət edeyim. Çünki onların yaradıcılıq dostluğundan əlavə onların həm də bir yaxın münasibətləri vardı. Və mən Cümşid müəllimin şeirini burada sizin diqqətinizə çatdırmaq istəyirəm. Qoy sənə həmişə salamlar olsun, ruhu mənim ilə yaşayan şair. Sənin şəninə ən gözəl kəlamlar olsun, ruhu məni ilə yaşayan şair. Xoş gəlsin axşamın, həm sabahın da, qalmışam fələyin aman ahında, olsan da Allahın haqq dərgahında, ruhu mənim ilə yaşayan şair. Bu gözəl dünyadan vaxtsız qoysam da, qəlbimin başını dəlib oysam da,
Cümşüd Əli Nuru tənha qoysan da, ruhu mənim ilə yaşayan şair. Və bir də bir məqamı, bir xatirəni diqqətinizə çatdırmaq istəyirəm. Deməli, Aslan müəllim yasamal sevdalısıydı. Öz Şəmkir deyəndə o adamın ürəyi titriyirdi, səsi titriyirdi. O qədər kövrək bir insan idi və mənim 3 il bundan qabaq anam rəhmətə gedəndə biz onu, ölənlərinizə rəhmət, biz onu Gədəbəydə dəfn elədik və mən 40 mərasiminə, daha doğrusu 40-ında anamın qəbrini ziyarət eləmək üçün Gədəbəyə gedirdim və orada yasamal aşırımlarını keçəndə bir anlıq Aslan müəllim yadıma düşdü ki, o necə yasamal haqqında danışır, həsrətini ifadə edir və mən götürdüm o aşırımları keçdikcə mən o video çəkdim və həmin anda atdım Aslan müəllimə. İnanın, həmin dəqiqə baxdı və bir səs atdı orada. O səsdə həm sevinç var idi, həm kədər var idi, həm həsrət var idi. O mənə o qədər təşəkkür elədi. Dedi, inanırsan, mən elə bildim ki, o aşırımları sənlə keçirəm. O dağların, o daşların nəfəsini, o otların nəfəsini hiss eləyirəm. O meh mənim də üzərimə əsir. Məni dedi, sanki sən bir anlıq yasamal apardın. Bax, bu insanın bir videodan yaratdığı özü üçün bir təəssüratdır ki, bu onun həsrətinin ifadəsi idi, bu onun kədərinin ifadəsi idi. Və mən bu məqamda Həvva Nazimin bir şeirini sizin diqqətinizə çatdırmaq istəyirəm. Çünki o da elə yasamalla bağlı belə bir Aslan müəllim dünyasını dəyişəndən sonra belə bir şeir yazmışdı. Qarşıla oğlunu, yasamal dağı, qürbətdən bir könlü bir anın gəlir. Səni şeirlərə salıb vəsf edən qəlbində taxtını quranın gəlir. Haqqın, doğruların üzün aslanı, şeirin vurğunu, sözün aslanı, köksündə bir dünya közün aslanı, səndən leylisini soranın gəlir. Sevgini, mehrini kəsmə, dur eylə, o para ürəyi bütöv bir eylə, indi qucaq açıb ona yer eylə. Adın da qibləyə duran aslanı. Mən düşünürəm ki, bu şeir özü onun ruhuna ithaf olunan şeirlər içərisində mən də çalışdım ki, Həvva xanımın bu şeirini çatdırım. Aslan müəllimə Allahdan rəhmət diləyirəm. Vətəni qəlbində bir ömür daşıyan və vətənin qoynunda rahatlıq tapan şairimizə Allah rəhmət eləsin, ruhu şad olsun. Amin.